Salam dostlar, necəsiz? İnşallah yaxşı olasınız. Gördüyünüz kimi varlanmışam, 1 milyona çatdıra bilmişəm özümü. İndi isə sizə bir dənə qıraqda hədiyyəm var və dörd gözümüzlə davam edirik. Çıxırıq, indi hədiyyəmi sizə göstərirəm. Gözlərinizi yumun, əvvəlcə 1, 2, 3. Gördüyünüz kimi 07'miz. Dostlar, yanınıza düşürsə, keçən dəfə dağdan tapdığımız 07 kirini belə eləmişik bu hala. Gördüyünüz kimi T5 eləmişik, çox sürətlidir. İnanmırsınız, göstərim. Gördüyünüz kimi bundan yarışlara da çıxacağıq. Hələ sürprizlərim bitməyib, sizə yenə sürpriz göstərəcəm. İndi gedirik bir də mağazaya. Gördüyünüz kimi çoxlu pulum var deyə gedəcəm. Docu alacağım, docu maşınını. Onu və yığdıracağım və yarışlara davam edəcəyik. Gördüyünüz kimi neçə günlərdir çalışıram, bu boyda yığa bilmişəm. Dostlar, bu arada çalışıram ki Bugattini alam. Amma yenə də bunları alıram əvvəlcə. Gördüyünüz kimi documuz. Motoru belədir, çox vəhşi bir dənə maşındır. Manevra 3, max 3, oha 329, kilomuz isə 2088. Məncə aldım, gördüyünüz kimi. İndi davam edirik. Documuza baxın. Dostlar, bu arada 8 martdır. 8 mart Qızlar gününü təbrik edirəm. Qızlar, təbrik edirəm 8 mart gününüzü. Allah arzularınızı və yerinə yetirsin. İndi isə oyunumuza davam edirik. Gördüyünüz kimi documuzu aldıq. İndi bu docu əvvəlcə gedirik, sürətləndirək. Sürətləndirmə yerə gedəcəyik. Tuning eləyəcəyik, rəngin adını dəyişdirəcəyik. Yarışa yəni uyğun vəziyyətə gətirəcəyik və yarışda iştirak edəcəyik və pullar qazanacağıq. Belə Bugattimizi də ala biləcəyik. Ona görə tez bazarla gedərəm o təmirgərlə. Orada da maşınımızı pulumuz çatdığı qədər tuning eləyəcəm. Məncə T5 eləyəcəm, çatacaq, yəni T5 eləməyə. T6 da kartla da axırıncı. Kartımız amma çatmayacaq, ona görə T5 eləyirik. Əvvəlcə girdik motor yerinə. Gördüyünüz kimi eləyirəm T5. İndi mən bu maşını T5 eləyirəm. Sonra isə axırda gedəcəyik yarışımıza davam etməyə. İndi mən gedəcəm yarışımıza. Sonra isə bir dənə sizə sözüm var. Bütün mənim videolarımda yorum yazanlara çox sağ olun deyirəm. Buradan salam deyirəm onları. Buradan mənə yorum yazsanız və o bir videolarıma like atsanız, mən dediyimizi, orada söz verdiyimi edəcəm. Bilirsiniz, mən də sözümün üstündə duranam. İndi isə maşınımızı T5 elədik. Gördüyünüz kimi dərimdə pulumuz çatacaq, hələ qalacaq. İndi isə maşınımıza spoiler. Diskimizi dəyişdirəcəm. Haradasa dostlar, mən bu diski sevəcəm deyəm. Hoppa. Bu qəşəng durur. İndi isə çıxırıq. Çıxdıq, gördüyünüz kimi. Documuz da çox sürətlidir. T5 eləmişik. Qazı verdinsə uçur documuz. İndi gəldik kraskalamağa. Məncə, mən bu documuzu açıq mavi eləyəcəm. İndi isə pəncərələrimizi tünd eləyək və yaşıl elədik. İndi isə üstümüzü keçən dəfəki kimi qara yox,
opsiya maşındakı kimi. Məncə dostlar, tünd göy eləyək. Bu təkərimizin diskini isə qırmızı eləyək. İndi isə hamısı bitdi. İndi gedirik, dacımızı təmizləyirik və bir dənə yarışa uyğun hala gətirdik. Bir dənə təmizləyək. Sonra isə yarışlarımıza davam edək. İndi gördüyünüz kimi maşınımız çox kirlidir. İndi gedirik və gedəcəyik maşın yuma yerinə. Orada maşınımızı təmizləyəcəyik. Gördüyünüz kimi buradan da kontrolları elədim. Arabadakı kiri un qat idi, sıfır edim ki, yəni yuyandan sonra heç kirlənməsin. Yəni onu un qata gətirsəniz çox pis kirlənəcək, belə. Ona görə onu sıfıra elədim. Onu mən təzə tapdım ki, maşın kirlənməməsi üçün elə bir dənə oyunda bir dənə kontrol var idi. Yəni bir dənə yəni qoymur da, yəni kirlənsin. Onu təzə tapdım. İndi isə gedirik maşın yumamıza. Maşın yumamıza xaritadan baxmıram. Çünki mən bu xaritanı əzbər bilirəm. Gəldik gördüyünüz kimi. Bu oyundakı, baxın, burada 2 var ha. O iki qapı açılmır. Bilmir, 3 açılır. O için yazılmır, ondan mən bilmirəm. Bilənlər yoruma yazsınlar. İndi isə gördüyünüz kimi dozumuz təmizlənir. Dozumuzun bir dənə içini göstərin. Qırmızıdır, salonu. Ok var. Yolda 0 sürətdir. Hələsi monitorumuz da gördüyünüz kimi dəqiqə konserlərimiz də yerində. Çox gözəldir. İçimizə gördüyünüz kimi göstərirəm. Burada görkəmlər ki, açılanda gördüyünüz kimi yandı. İndi isə maşınımız gördüyünüz kimi tərtəmizdir. İndi isə gedirik, missiyalar oynayaq. Bir dənə mən çəkmişdim pulun sürətli qazanma yolu. Orada bir dənə dostumuz yazdı ki, o stadiondakı missiyalarla oynasam, tez yığıram. Sağ olsun dostumuz. Mən bilirdim, amma Aydın öyrətdi və mən də onun əvəzinə 1.767.000 dollar qazandıq. Sağ olsun, onu dəstəkləyirəm buradan. Onun yorum yazdığı üçün də dəstəkləyirəm. Çox sağ ol, sən yorum yazdığın üçün. İndi isə gedirik yarışımıza. Yarışda çox maşınlar ola bilər, yəni 07 ilə mən bütün yarışları gördüyünüz kimi birinciyə çıxıram. İstəsəz dolçdan düşərəm, bir də onu da sizə göstərirəm. Çünki 07-ni də sizə hələ indi sürpriz eləyirəm. İndi gedirik yarışımıza. Yarışda stadionda dostumuzun dediyi kimi bütün missiyaları oynayacağım orada sıra. Siz də baxacaqsınız. İndi gördüyünüz kimi stadiona yaxınıq. Burada da bir dənə gizemli polis maşınlar var. Qırağızada dağılır. Bunları götürürsünüz, verirsiniz yəsinə və pul qazanırsınız. Amma onu polisə və təzə şəhərə verməyin. Ondan verir, amma mafiyaya verəndə oradakı polis maşınını daha çox verir. İndi isə gəldik yarış yerimizə, stadionumuza. İndi stadionumuza gəldik. Bir dəqiqə siftə driftimiz. İndi qalxırıq 30 minlik yarışımıza. İndi bunu eləyəcəm. Sizin gözünüzün qabağında bu 813.000 dolları 1 milyona çatdıracağım. 1 milyona çatdırmaq da düzdür, çətindir, amma dostumuz dediyi yerdə baxın bu stadionda bütün missiyalar elədim. Asanlıqla 1 milyona çatdım. Onun üçün sağ olsun ki yorum yazdı. İndi isə gördüyünüz kimi yarışa devam edirik. İndi başladıq. Məndən sürətli maşınlar ola bilər. Arxamda da dolcu var gördüyünüz kimi bir dənə. İndi isə
gedirik Dodge'umla hamısını utduq gördüğünüz kimi. Birinci yerdəyim. Gördüğünüz kimi o xəritədə bir dənə maşın gəlir ha. O mənim dörd gözümdə o yanınıza gəlirsə bu videoda o 07-ni sizə göstərəndə dörd gözümü çölə çıxartmışdım. Odur, yəni gizemli maşın zat deyil. Onu özüm bilə-bilə qoymuşam ora. İndi Dodge'umuzun sürətinə baxaq. Maksimum hızı, sürəti yəni baxa bilmirik çünki çox sürətli. Dodge'da da yəni T5 eləmişəm. Yəni Bugatti 2500-də çıxa bilər yəni dostlar. Gördüyünüz kimi 300 rahat sığır. Dostlar, deyəsən 400-dən çoxdur Dodge'umuzun sürəti. Amma yəni Dodge da pis getmir ha. 07 bundan zəifdir, amma axır sürətdə yəni 07 bundan zəif olsa da 07 biraz bundan güclü adlandıra bilərəm. Amma yəni axır sürətdə Dodge ondan neçə qat üstündür. Gördüyünüz kimi pulumuz da artdı. İndi gəldik driftlərə. Driftlərdən əvvəlcə ananızı sevirsinizsə like atın və abunə olun. Bu videoya hardasa 200 like gəlsə, mən bu bölümün arxasında bu Maybach'i alacağım və o boyda əziyyət çəkəcəm sizin üçün. Əlbəttə ki 200 like gəlsin, mənim üçün yaxşıdır dostlar. 200 like mənim üçün yaxşıdır, ortam. Yəni 200 like atsaz və abunə olsaz sevinərəm. Ona görə yarışımıza təzədən başladıq. 100 metrdir yarışımız. Dodge'umuzla hamısını udacağıq. Gördüyünüz kimi Dodge'umuzla 100 metrdə devam. Gördüyünüz kimi birinci yerə çıxdıq və pulumuzu qazandıq. İndi isə 500 metrlik yarışımıza devam edirik. İndi isə gəldik 500'ə. İndi 500 metrlik yarışımızı edirik. Deyəsən mənim də yanımda Dodge var. O Dodge məndən sürətli olmasa yaxşıdır. Çünki məni hər an keçə bilərlər. Bir dənə BMW, 2 dənə Dodge. Görək hansı qalib gəlsin. Əlbəttə ki mənim maşınım. Çünki T5'dir mənim maşınım. Gördüyünüz kimi bitdik. İndi isə bugün çox iyisin yazıb. Yəni bugün çox yaxşıyam. Orada yazdı ki kazandın, yəni utdum. İndi isə gördüyünüz kimi bu xəritədə bir dənə gördüyünüz kimi bu bütün drift sahələri, yəni drift missiyaları var ha. Gördüyünüz kimi drift şəkilləri başını dönür ha. Onların hamısını eləyəcəyik və pullar qazanacağıq. Amma ondan öncə nə etməliyik? Ondan əvvəl gedək kuyumcu soygunu və 41 dollarlıq gələk buradakı missiyanı oynayaq. Əlbəttə ki el koyma. Bunları eləyəndən sonra isə gələcək bura. Bildiyiniz kimi ən sürətli pul qazanma yolları el koyma. Amma ən çox kuyumcu soygununda hamısını yığsaz, kuyumcu soygunu el koymadan daha üstün pul verəcək. Ona görə əvvəlcə el koymaya vursaq, buradan o ən çox olunan missiya mafiyası var ha. O həmin missiya da mafiya missiyasıdır. Bu da bu maşını da götürüb mafiyaya verəcək. Və orada mafiyaya verəndə də həmin missiya qabağımıza çıxacaq. İndi isə el koymaya gəldik. İndi dönüm maşınımızı bir dəqiqə götürək, tez aparaq mafiyaya. Dostlar, siz də mənim kimi həyəcanlısınızsa maşınımıza baxmağa. Mən həyəcanlıyım. Nə? BMW'mizdir, deməli gördüyünüz kimi. Mən bu BMW'ni tanıyıram. Almışdım bir dəfə. Amma yəni kanalda yəni almamışam. Amma yəni almışam, qəşəng maşındır. Bu da pis getmir. Yəni Dodge'dan üstün ola bilər. Amma Dodge'la bunu yarışdırmamışam, bilmirəm. Amma bu da yəni sürətli gedən maşınlardandır. Bu oyunun ən güclü maşını Bugatti'dir.
Bugatti'nin yerinə heç nəsə vermir. Əsl pullu maşınlar belə vermir. Ən düşüsü Bugatti'dir. Mən də onu çalışıram ki, Bugatti'ni alam. Hardasa 200-300 like gəlsə mən Bugatti'ni alacağım o pisi bölümdə. Ona görə biz Doge'la missiyalarımızı eləyirik və qalan bölümdə isə o pisi bölümdə mən missiyalar oynayacağam. İndi isə bunu verəcəyik, sonra kuyumcu soygununda eləyəcəyik və o pisi bölümdə drift yarışları eləyərik. Kuyumcu soygununu eləyəndən sonra isə sağollaşıram. İnşallah özünüzə yaxşı baxarsınız. Yəni arzu eləyirsə arzularınız da amin deyirəm ki, yerinə yetsin. İndi isə gördüyünüz kimi gəldik kuyumcu soygunun yanına. İndi isə qızları da yenə buradan təbrik edirəm. İndi isə gəldim bura. Əgər kimin sabatısı varsa, baxsın, çünki mən burada 8 Mart'ı təbrik edirəm. Yəni, indi isə gəldik kuyumcu soyguna. Gedəcəm, tezə onların hamısını partladacağım, götürəcəm qızılları, mafiyaya verəcəm və mən də pul qazanmış olacağım mafiyada. İndi isə gördüyünüz kimi gəldik parçala deyir. Balyozla eləməyəcəm mən. Yəni, belə çırpırları, mən onu Azərbaycan dilində bilmirəm, ona görə mən ona balyoz deyirəm. İndi isə mən götürəcəm, bagajımızı açacağım. Baxın, mən bunu eləməyəcəm. Mən əlbəttə ki, tapança eləyəcəm. İndi isə gördüyünüz kimi bunu da bitirəndən sonra sizlə sağollaşacağım. Gördüyünüz kimi. Mən əgər 200-300 like gəlsə, bildiyiniz kimi mən söz tutan yəni uşağam. Ona görə yəni dediyim boyda like 300 ola bilər, 200 də, amma yəni mən sevindirmək üçün 250 bəsdir. Yəni bir dəqiqə like atmağa nə var ki, oradan bir dənə düşsən tez like atırsan və videomuzu davam edirik. Əgər deyirsinizsə video gedəcək, videonu dayandırın, like atın. Yəni əgər əziyyətdirsə, yəni eləməyin. Yəni heç nə demirəm, canınız sağ olsun. Mənə də bloklayanlar da heç nə demirəm, amma yəni blok etməyənlər də canları sağ olsun. İndi gördüyünüz kimi missiyamızı elədim. O pisi bölümdə görüşərik dostlar. O pisi bölümdə gördüyünüz kimi mən buradakı drift missiyalarını eləyəcəm və orada bir dənə sizə də sürpriz eləyərəm, çalışaram. İndi isə sağ olun dostlar, salamat qalın. O pisi bölümdə görüşənə dək.